Salam, hörmətli şagirdlər və valideynlər. Xoş gördük sizlər kanalına. Mən Nur. Bugün sizlərlə birlikdə 2-ci sinif riyaziyyat 1-ci hissədən səhifə 8 və 9-dakı tapşırıqların izahını verəcəm. Gəlin başlayaq. İlk mövzumuz yada salındı. Yada salındı. Dəqiqə. İlk mövzumuz uşaqlar yada salındı. Gəlin yada salındakı tapşırığı öyrədir də yada salındı uşaqlar. Biz birinci sinifdə bilirsiniz ki, artan sıra, azalan sıra falan keçmişik. Onlar da belə yada salırıq. Yada salın bu deməkdir. Gəlin yada salını oxuyaq. Ədəd oxunda ədədlər sıfırdan başlayaraq ardıcıl olaraq bərabər aralıqda düzülür. Ədədlər sağa doğru artır, sola doğru isə azalır. Baxın, sağa doğru, haradır uşaqlar? Sağ burada. Sağa doğru artır, sola doğru azalır. Aha, gəlin bir dənə nümunə göstərək. Baxın, tutaq ki, 20-ni sağa belə çəkdik. Neçəyə gəldi? 29-a gəldi bu. Baxın, sağa elədik, artdı da. İndi bu 10-u da belə eləyək. Neçə oldu? 3-də qaldı da, azaldı, gördünüz. Ədəddən başlayaraq müəyyən ədəd qədər irəli və ya geri sayma ritmik saymadır. Bir ədəddən başlayaraq müəyyən ədəd qədər irəli və ya geri sayma ritmik saymadır. Məsələn, 5-dən başlamaqla irəli 3-3 ritmik sayma. Baxın, üstünə 3 gəlib, üstünə 3 gəlib, üstünə 3 gəlib. Buna ritmik sayma deyirlər də, yazaq. Ritmik sayma. Aha. 5, 8, 11, 14, 17, 20. Bu belə davam eləyəcək. Aha. Məsələn, 5-dən başlamaqla irəli 3-3 ritmik sayma. 45-dən başlamaqla geri 5-5 ritmik sayma. 45, 40, 35, 30, 25, 25, 20, 15 və bu 15 və bu belə davam edəcək. 6-dan başlamaqla irəli 10-10 ritmik sayma. 6, 16, 26, 36, 46, 56, 66, 76 belə davam edəcək bu. Bu ədəd oxundan da göstərmək olar. Baxın, bunun adı ədəd oxudur. Əslində siz bunu bilirsiniz, amma yenə də deyim mən. 6-dan 10-10 irəli sayırıq. 16, 26, 36 belə davam edəcək. 74-dən başlamaqla geri 10 ritmik sayma. 74, 64, 54, 44, 34, 24 və bu belə davam eləyəcək. 14, belə davam eləyəcək də bu. Bunu da ədəd oxu ilə göstərmək olar. Aha. Baxın, 64, 54, 44 və bu belə davam eləyəcək. 2 rəqəmli ədədin sağdan birinci rəqəmi təkliklərin, ikinci rəqəmi isə onluqların sayını göstərir. Baxın, məsələn, mən nümunədə bir dənə rəqəm yazım. 74. 74. Bu uşaqlar onluqdur da. Düzdür? Bu da təklikdir. Düzdürmü? Aha. Baxın, birinci rəqəm, bir dəqiqə. İlk rəqəm ədədin sağdan birinci rəqəm təkliklər. Baxın, 74 yazdım da mən bura. İndi başqa ədəd yazım bir dənə, bir dəqiqə. Aha, 74 yazdım, indi 53 yazdım.
53. Bax, sağdan birinci ədəd, yəni bu təklidir. Sonra ikinci rəqəmi sağdan birinci rəqəmi təklikləri, sonra ikinci ədəd onluqdur. Sağdan ikinci ədəd. Bu 5-dir də, bu da onluqdur. Bu qədər. İndi bura baxaq. İki rəqəmli ədədin sağdan birinci rəqəmi təkliklərin, ikinci rəqəmi isə onların sayını göstərir. 59. Uşaqlar, bu 59-un rəqəmi nə yazılışdır? Bu da yazılışıdır sadəcə. Baxın, həmişə bir dənə belə bir şey görsəz, bilin ki, bu 10-dur. Bu da 10-dur. Bu da 10-dur. Hamısı 10-dur da. Yəni, burada neçə dənə var bu şeydən? 5 dənə var. 10 və 5 eləyir 50. Deməli 50 dənə də burada cəmi bir dənə beləsə 50 dənədir. Təklik isə sayaq 1 2 3 4 5 6 7 8 9. Neçə oldu? Bu 50 oldu, bu da 9 oldu. 50 ilə 9 59 eləyir. Bu qədər. Belə kublarla da göstərmək olar. 59-da 5 onluq 9 təklik var. Baxın, onluq 5-dir, təklik 9-dur, ədədimizdə elə 59-dur. Baxın, bunu ədəd üçlüyündə də göstərmək olar. Bunun adı ədəd üçlüyüdür. Bilməlisiniz birinci sinifdə. Birinci sinifdə deyəsən keçmişik biz bunun. Aha, 59. Baxın, ədəd birinci yazırıq bura. Onu elə yazırıq 50. Burada yazırıq 9. 5 onluq 9 təklik. Bu qədər asandır belə. Aha, misal birə baxaq. Ritmik saymaqla əşyaların sayını tapın. Biz uşaqlar bunu 2 yolla da eləyə bilərik. Bax, məsələn, 1, 2, 3, 4, 5, 6 belə sayacağıq. Amma bizə deyir ki, ritmik saymayla elədə. Yəni, ritmik saymayla eləmək daha asan yoldur. Gəlin, ritmik saymayla eləyək. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28. Burada cəmi neçə dənə ayaqqabı var? 28 dənədir. Ritmik saya tapdıq biz. Aha, B bəndinə baxaq. Aha, sayaq görək, burada neçə dənə şar var? 1, 2, 3, 4, 5. 5 dənə şar var da. 5 ritmik sayacaq. 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55, 60, 65. Burada cəmi 65 dənə şar var. Burada da ayaqqabı var idi. Yazaq, ayaqqabı. Uşaqlar, mən bu əslində dəftərə də yazacağım. Və yaxud bunu yazacağım, sonra bir dəfəli dəftərə də yazacağım ki, sizin üçün daha asan olsun. Aha, burada da sayaq görək neçə dənə yumurta var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 20, 30, 40, 50, 60. Burada da 60 yumurta var. Yumurta. Aha, mən bunu sizin üçün dəftərdə yazım. Aha, buraya yazım. Aha, biz birinci ayın tarixini yazırıq, amma mən ayın tarixini yazmışım. Aha, buraya yazaq ki, misal 1. Misal 1. Yazaq. Yazaq A bəndi. Yəni belə A mötərizədən. Ritmik sayıcıdır. Orada tapdıq ki, 28 dənə nə var idi? Ayaqqabı var idi. 28 ayaqqabı. Bilməm, ayaqqabı idi, səndəli idi.
Ayaqqabı. B bəndinə baxaq. B bəndində də 65 dənə şar var idi. Ya da 65 şar. C bəndində də 60 dənə yumurta var idi. 60 yumurta. Aha. Bu qədər. Belə misal biri siz yazarsınız. Aha. Misal 2-yə baxaq. Ədədləri tapın. 65. Mən birinci bunu dəftərə yaza bilərəm. Bura yaza bilərəm. 65-dən sonraki ilk 5 ədəd. Yazaq ortadan misal 2. Misal 2. A bəndi. A yazıq. Nə deyirdim? 65-dən sonraki ilk 5 ədəd. 66, 67, 68, 69, 70. Bu qədər. B bəndinə baxaq. B, C, D. Belə yazın. E də varsa N-i də yazın. E yox. Ədədləri tapın. 65-dən sonraki ilk 5 ədədi yazdım. B-yə baxın. 53-dən əvvəlki deyirsə, yəni 53-dən əvvəlki 52, 51-dən əvvəlki ilk 4 ədəd. 53-dən əvvəlki ilk 4 ədəd. 52, 51, 50, 49. Bu qədər. C bəndinə baxaq. 48-dən sonraki ilk 3 ədəd. 40. 48-dən sonraki ilk 3 ədəd. 49, 50, 51. D bəndində 32-dən əvvəlki ilk 6 ədəd. Bir dəqiqə. 31, 30, 29, 28, 27, 26. Bu qədər. Misal 3-ə baxır. Uşaqlar, misal 3-ü dəqiqə. Mən misal 3-də dəftərə yazmayım bilmirəm. Ədəd oxu üzərində nöqtələrə uyğun ədədlər müəyyən edin. Uşaqlar, mən bunu dəftərə yazmayacağım. Özünüz yaza bilərsiniz. Burada 5, 6, 13, 26, 35, 48, 53, 63, 78, 86, bir dəqiqə, 94, başqa var, baxın, görmür, yox. Bu qədər belə yazarsınız siz. Uşaqlar, bir dəqiqə. Davam eləyək. Verilmiş ədədlərdən ədəd oxu üzərindəki hərflərə uyğun olanları tapın. 40-dan sonra gəl bir dəqiqə. Yazaq misal 4. Misal 4. 4'e baxaq. Verilmiş ədədlərdən ədəd oxu üzərindəki hərflər uyğun olanı tapın. A-nın yerinə nə yazacaq? Əlbəttə ki 42 yazacaq. 42 başqa ədəd də ola bilər, görüm. 42 yazacaq. Yazaq. A 42.
B'nin yerinə 44 yazacağıq. B 44. Aha. C'nin yerinə də 48 yazacağıq. A, B bəndi var imiş. A yazıq biz buradan. Aha, B bəndinə də baxaq. B bəndində A'nın yerinə nə yazacağıq? 53 yazacağıq. A'nın yerinə 53. B'nin yerinə dəqiqə. B'nin yerinə nə yazacağıq? Dəqiqə baxın. 57 yazacağıq. 57. C'nin yerinə bir dəqiqə. C'nin yerinə baxaq. 65, 64, 63. C'nin yerinə 63 yazacağıq. Mən heç orada yazıblar hansı ədədləri hansı yerə qoymağımız. Çünki açar sözlər deyə bilərim. A, B, C, sonra C'dən sonra hansı var? Ç'yə uşaqlar 65, 66, 67 yazırıq. D'yə 75, 76, 77, 78 yazırıq. E'yə baxaq. 82 yazırıq. Əyə 92 yazırıq. F'yə sonuncu hərfən, yəni 98 yazırıq. Aha, biz də belə misal 4'ü tamamlamış olduq. Aha, misal 5'ə baxaq. Aha, oğlun və təkliklərinin sayını müəyyən edin. Kubların sayını dəftərdə yazın. Bunu yazıq. A'ya belə yazacağıq. Dəqiqə 45, 4, 10, dəqiqə 57. Burada da 30 var. Yazaq. Misal 5. Misal 5. Misal 5'ə sonra nə yazırıq? A bəndi. Bütün misallarda A bəndi, B bəndi sayılır. A bəndinə yazırıq ki 45 4 onluq. Siz bunu qısa formada da onul da yaza bilərsiniz. 4 onluq 5 təklik. Mən uzun formada yazıram. Çünki yazmağı çox xoşlayıram biraz. Təklik. Aha. B'yə 57. 5 onluq 7 təklik. C'yə 30 3 onluq. Uşaqlar, siz burada 0 təkliklə yaza bilərsiniz, amma yazmayın, məncə ehtiyac yoxdur. Və yaxud yaza da bilərsiniz, əslində yazmaya da bilərsiniz, onun heç fərqi yoxdur.
Aha. Onlu və təkliklərinə ayrılmış bir dəqiqə. Aha. Onlu və təkliklərinə ayrılmış ədədləri dəftərdə rəqəmlərlə yazın. Yazaq biz misal 6. Misal dəqiqə. Yazaq misal 6. Aha, misal 6-dan onlu və təkliklərinə ayrılmış ədədləri rəqəm formasında yazacağıq. Mən birinci yazım. A'ya 82, 70, 44, 89. Burada sizə heç çaşdırmayıblar, amma ola bilər ki 8 təkli 2 olur. Əslində indi yerlərini dəyişik sala bilərlər. Onda siz diqqətli olmalısınız. Aha, buraya yazaq. A'ya 82, B'ye 70, C'ye 44, D'ye isə D'ye isə 89. Misal 7-yə keçək. Baxa gələk dəftərə yazılmalıdır. Misal 7. Aha. Ədədləri onluq və təkliklərinə ayırın. Gəlin ayıraq. Bir dəqiqə. Mən bura bunu yazıram, amma siz yazmayın da. Yəni mən onsuz bu normal dəftər deyil. 37 yazdım. Siz bunu yazın, mənim yanımda bir dəqiqə. Nəysə. Misal 7. Ədədləri onluq və təkliklərə ayıracağıq. Birinci 24 ədədini ayıraq. 24 2 onluq 4 təklik. Aha. Sonra 36-nı ayıraq. 3 onluq 6 təklik. 27 2 onluq 7 təklik. Aha. 27 aha yazdıq. 89 8 onluq 9 təklik. Sonra 56 5 onluq 6 təklik. 71 7 onluq 1 təklik. 71 də yazdıq. Nə qaldı? 50 5 onluq. Sonra 62 6 onluq 2 təklik. 99 9 onluq 9 təklik. 72 42 30 33. Aha. 7 onluq 2 təklik. Sonra 4 onluq 2 təklik. 3 onluq 3 onluq 3 təklik. Bu qədər.
uşaqlar da mən qalanlarını dəftərə yazmıram, elə burada izah edəcəm. Samir fikrində 2 rəqəmli ədəd tutdu. Bu ədədlər 5 təklik var. Onların səhiyyə təkliklərin sayından 1 vaid çoxdur. Yəni bu 5-dən 1 vaid çoxdur. Bu hansı ədəddir? Təkliyi 5 idi. Onların sayı da ondan 1 ədəd çox idi. 5-in üstəndə 1 6 eləyir. Cavabımız 65-dir. Lalə fikrində 2 rəqəmli ədəd tutdu. 9-a baxaq. Lalə fikrində 2 rəqəmli ədəd tutdu. Bu ədədin rəqəmlərinin cəmi 4-ə bərabərdir. Bu hansı ədədlər ola bilər? 22, 31, 13, 40, 4 və belə başqa ədədlər də yaza bilərsiniz. Sağ olun, sağlıqla qalın.